Əllamə Əbülhüseyn Əmini Şiənin ən böyük alimlərindən, filosoflarından və müstəhidlərindən biridir. Təbrizdə də dünyaya gəlibdir. Əllamə Əmini neçə cild kitablar yazıbdır. O kitablardan biri də Əl-Qədir fil Kitabı və Sünnəti və Əl-Ədəb adındadır. Yəni Qədir Xum hadisəsi Quranda, sünnət, yəni hədisdə, rəvayətlərdə və Əl-Ədəb, yəni şeirlərdə. Bu kitab Həzrət Əli əleyhissalamın xilafətin, imamətin və vilayətini sübut edir. Peyğəmbərimizdən sonra, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Həzrət Əli əleyhissalamı xilafətə və imamətə ümmət üçün təyin etmişdir. Əllamə Əmini 40 il ömrünü bu kitabın ayağına qoyubdur. Bu kitabı yazmaq üçün Pakistana, Hindistana, Misrə, İraqa, Suriyaya və başqa ölkələrə səfər edibdir və öz dediyinə görə 10.000 cild kitab birinci səhifəsindən axırıncı səhifəsinə qədər oxuyubdur və 100.000 cild kitaba da müraciət eləyibdir. Sizcə bu kitablar Şiə kitabıdır? Xeyr, bu kitabların hamısı əhl-i təsənnün, sünnilərin kitablarıdır. Yəni Əllamə Əminin hədəfi bu idi ki, bütün dünya bilsin, bütün müsəlmanlar bilsin ki, Həzrəti Əli əleyhissalamın xilafəti və imaməti sünnilərin öz kitablarından ən mötəbərli və önəmli kitablarından sübut olur. 50 neçə ildir ki, bu kitab çap olunubdur. 20 cild kitabdır bu, 9 cildi çap olunmuyubdur. 11 cildi bunun çap olunub və 50-dədir. Bu kitabı 54 ildir ki, heç bir sünni və heç bir vəhabi eləyə bilməyibdir. Heç olmasa bunun bir cildin hətta rədd eləsinlər. Yəni 50 neçə ildə heç bir sünni və heç bir vəhabi bu işi görə bilmirdi. İndi isə mən əhli təsənnündən və vəhabilərdən istəyirəm ki, əgər eləyə bilirlərsə, Həzrət Əli əleyhissalamın xilafətini rədd eləyələr, imamətini rədd eləyələr, bu kitabdan heç olmasa bir cildin rədd eləsinlər. Əgər bu kitabdan hər bir sünni, hər bir vəhabi bu kitabdan bir cildin, 11 cild kitabdan hər bir cildin rədd etmələrinə 5000 manat bizdən mükafat qazanacaqlar, hədiyyə qazanacaqlar. Hədəfimiz də bu deyil ki, mükafat verək, mükafat alaq. Hədəf budur ki, görək əhl-i təsənnündən və yaxud vəhabilərdən biri çıxıb bu işi görə biləcək yoxsa yox. Əl-Qədir kitabı ki, əhli təsənnünün öz qaynaqlarından yazılıbdır. Görək ki, bu kitabı rədd eləyə biləcəklər yoxsa yox. Bir nəfər çıxsın, bir nəfər.